Değerli qonaqlar, hörmətli tədbir iştirakçıları, əziz istedadlı balalar, hər birinizi xoş gördük. İstedadları tanıyan və tanıdan İctimai Birliyi, qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olub, İstedadlar Akademiyası adlı layihə çərçivəsində ustad dərsləri keçirilir. Bundan öncə Bakı şəhərində bir neçə sahə üzrə ustad dərslərimiz keçirilir. Bugün gözəl Gədəbəyimizdə xanəndəlik, rəqs, aşıq yaradıcılığı üzrə ustad dərsləri olacaq və bu dərsləri də tədris edən müəllimlərimizə öncədən təşəkkür edirik. Ustad dərslərinin keçirilməsində məqsədimizdədir bu layihənin icrasında. Biz illərdir ki, regionlarda və Bakıda fərqli layihələr icra edirik, konsert tədbirlərimiz olur, amma bu ilki layihəmiz ustad dərslərimiz oldu. Məqsəd nədir? Çünki bizim o konsert tədbirlərimizdə bəzən istedadlı balalarımızda hansısa bir qüsurlar olur, sonra da bunu istər izləyicilər, istər müəllimlərimiz tərəfindən bildirilir və bu dəfə məqsəd oldu ki, bu balalarımızda əgər belə bir qüsurlar varsa, səhvlər varsa, məhz bu ustad dərsləri hesabına həmin müəllimlər, həmin istedadlı balalarımıza bunları öyrətsin. Və Bakı şəhərində çox uğurlu keçdi, inanıram ki, Gədəbəy rayonunda da uğurlu olacaq. Ümumiyyətlə, layihənin icrasında bizə dəstək olan qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə, Gədəbəy rayonu İcra Hakimiyyətindən, Tovuz Qazaq Regional İdarəsindən şəxsən Aygün xanıma təşəkkür edirik. Və bu gözəl məkanın direktoru Aşıq Ələsgər adına Gədəbəy Aşıq Məktəbinin direktoru Azər müəllimə dərin təşəkkürümüzü bildiririk. Bir neçə gündür telefon vasitəsilə əlaqədə oluruq, istedadlı balalarımızın bugün bura cəlb olunmasında. Müəllimlərimiz bilirəm, yay təhsilidir, istirahətdədir, amma ən dəyərli anlarını bugün bura sərf edib gəliblər, hər birinə təşəkkür edirik. Və bizim bu layihələr çərçivəsində bir də bir dostluq körpümüz olur. Hər zaman baxmayaraq ki, layihənin icrası ilə əlaqədar, yəni layihə üçün mən gəlməliyim, amma bizim çox gözəl bir kollektivimiz var. Heç vaxt məni tək qoymurlar, bütün layihələrimizdə Bakıdan mənimlə birlikdə bura gəlirlər. Yəni, icazəniz olarsa açılış üçün dostluq körpüsü məqsədilə, yəni bizim həmin istedadlarımızla, Gədəbəy istedadları arasında da bir dostluq körpüsü quraq yaradaq. Açılışı məhz Bakıdan gələn qonaqlarımız etsin. Ondan sonra inşallah bir xanəndəlik, rəqs və digər ustad dərslərini birlikdə izləyəcəyik. Beləliklə, Ədinə Əliyeva, gənc xanəndə, müsabiqələr qalibi. Aşkım
xanəndəmizə, Maya xanım Cəbrayovana alqışlarınızla. Qonaqlarımıza sonunda bir söz verəcəm. Siz dəyərli qaydımız var burada. Valideynlərimiz, müəllimlərimiz hər biri çıxış edəcək. Bu dərsimizi yekunlaşdıraq inşallah. Dəyərli qaydımız. Maya xanım, xoş gəldiniz. Çox sağ olun. Mən salamlayıram sizləri. Deməli, tətil olmağına baxmayaraq, zəhmət çəkib, oğuzlarını yapan edib, bizi Gədəbəyə, gözəl Azərbaycanlı bizlərin şəxsiyyətimiz və mən bu yerlərin əhalisinə, hamısına bol-ruzu, bərəkət, sağlıq, canla yaşamağı və belə istedadlı uşaqlar, aşıqlar getirməyi, aşıq məktəbdir, aşıq ocağıdır bura, bildiyimiz kimi, amma bildiyimə indi bu günlər mən eləcə tanış oldum, maşallah gözəl səsli xanəndələr də yetişir burada və əlbəttə elm, təhsil, uşaqlarımız çox belə savadlı olsunlar, ziyalı olsunlar, hər biri öz peşəsində, öz peşəsinin sahibi olsunlar deyək. Uğurlar arzulayırım və mən neçə illərdir belə tədbirlərdə oluram, amma ustad dərsi deyəndə onun biraz məsuliyyəti var. Yəni, neçə yaşda olsaq da biz imtahan verəndə, bu yaşımızda və adı imtahan olanda biz ona məsuliyyət daşıyırıq, həyatını keçiririk, amma heç bir həyəcanı yoxdur. Bu günləri bizlə gələn tələbələrimiz də, bizim tələbələrimiz, yetirmələrimiz, gördünüz ki, bizim gözəl qızımız universitetdə oxuyur, maşallah olsun, özü Muğam müsabiqəsinin müəllimlərindəndir. Bir daha əllərini alqışlayaq. Ürəkləri dolu, geniş insanlar burada toplaşıb ki, bizim təbii səsimizi ustad dərsindən arasınlar. Elə də təbii səs dinlərik burada, səhər-səhər hamılıqla. İnşallah uğurlar arzulayıram və bir daha sizlərə minnətdarım ki, bu gözəl yeri bizə açdınız. Aşıq Ələsgərə, olur bizim aşığımıza Allahdan rəhmət diləyirik, ruhu şad olsun və bu yaradıcılıqda gedən hər bir kəsə bir daha müvəffəqiyyətlər, nailiyyətlər arzulayıram. Bizim xanəndəlik üzrə gələn iştirakçılardan özünüz bir-bir yaxınlaşacaqsınız, yönləndirəcəm, özünüzün təqdimatını özünüz eləyəcəksiniz, daha sonra dərsiniz olacaq. Bayan ifa edən gözəl qızımız var. Qızımız, o Karmanda ifa edən. Gəlin o qızımızı almışlayaq. Hər bir şey bizim üçün ifa edə bildi. Var o, bir daha sənə dəvət edəyək, bizə bu gün yardımcı olasınız. Sizə uğurlar. Qazdan müşahiət və alqışlayaq və mən burada bildim ki, bu qızımız da bizim Muğam müsabiqəsi yarışmasına seçimlərində iştirak edir. Uğurlar arzulayıram və səsinə qulaq asdım. Çox gözəl, qabiliyyəti var, istedadı var. Bu istedadı bax burada göstərmək məharətini istəyirik. Bu gələn insanlar bizlə bərabər, bizim bilgiyə görə və bəlkə də heyratıdan başlayaq. Güzel.
Deməli, bu Heyrantı Zərb muğamı idi. Heyrantı Zərb muğamının birinci şöbəsinin ifahiləri qızımız. Və Cumhurlu da ifahiləri. Uşaqlarda bəzən olur ki, yəni burada sıxılma. Bax, görsən, səhnə sənindir. Buradan səhnə sənindir, hamı sənə tamaşa edir. Gözəl ifa edirsən. Hələ bunun ikinci şöbəsindədir. Yəni, istəyirsinizsə bir ikinci şöbəsinə dəyək, hədiyyə mühafizəsini götürək, həmən yerlər. Biz bu uşaqda istədiyimiz nədir? Hamılıqla, mən bir valideynə də təşəkkür edirəm ki, o valideynlər istedadlı olan evlatların əlindən tutub gətirirlər səhnəyə. Sən bir dənə sıxılma, gözəl qızım, sıxılma, qalma. Meydan, səhnə sənindir. O bir dənə mahnımızı da ifa eləsin, özü çıxırlarında, Azərbaycanlılar. Özüm beni var eder
Həmişə ustad dərslərinə önəm verir. O gün olsun, özün ustad olasan. Gəlsin zəhmət olmalı. Əyləşin, mən siz zəhmət olmalısınız. Bugün tanış oldum. Bu da bizim Gədəbəyimizin balası, Allah saxlasın. Burada Xudayar dərsində ifa ilərləyir, bəyənmək səsin. İnşallah burada da ilərləsin. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başında daşlanırdı, daşlanırdı. Deyirlər bülbüllər təmən yaxşıdır, insancılar əzabətən yaxşıdır. Səsi, yəni bu hansı şöhdən çalırdığımızı doğru. İndi bu uşağın səsi oradan çatmadığına görə xaric getdi. Tamaşaçılar məsələn da bildilər. Şey yoxdur. Ondan həmən bu yerlərə gəlib tutursansa, onda bunun dərinə düşünərsən. Deyirlər bülbülər Təmən yaxşıdır, insancılar əzabətən yaxşıdır. Deyirlər bülbüllər təmən yaxşıdır, insancılar əzabətən yaxşıdır. Şair sorma məndən nədən yaxşıdır, alır gələr canım, daşlanır, daşlanır. Şair sorma nədən məndən yaxşıdır, alır gələr canım, daşlanır, daşlanır. Gönüller terk eder bu hoş mənzərə, şövqümü artırır şeirə, qəzələ. Gönüller terk eder bu hoş mənzərə, şövqümü artırır şeirə, qəzələ. Çatdıqca vətənim elimin əzərə, təbiyyətlərə heyran göründür, heyran göründür. Çatdıqca vətənim elimin əzərə, təbiyyətlərə heyran göründür, heyran göründür. Nəzərlərinizin tədiş Deyirlər bülbülər şəmək yaxşıdır, insancılar əzabətən yaxşıdır. Deyirlər bülbülər təmən yaxşıdır, Ev yoxdur. Bax, indi bu oğlan uşağıdır. Bir alqış gəlsin. Maşallah olsun ki, verirsiniz ki, ritmi düz, səs düz, səsə yaxınlı. Sadəcə bizim burada Aşıq müəllimimiz də var. Bizim neçə illərdir, indi o evladı oxuyur, xoş gəlir, səfa gətirir bizlə bərabər. Siz də musiqidən hamı anlayışı olan insanlardır. İndi səsi ola bilər dəyişməyə, yavaş-yavaş gedir. Ona görə o stili o yerdə nə olacaq tuta bilməli. Aşağıdan bir not aşağıdan olsa onu da tutacaq. Amma ritmi də, səsi də gözəldir. Uğurların o olsun, yolun açıq olsun. İnşallah o gün olsun.
Əvvəla savadlı, ziyalı bir evlad olasın, vətənimizə, vətənpərvər evlad olasınız, cəmiyyətimizə, ailəmizə yararlı evlad olasınız və istədiyiniz peşədə və bu peşədə olacaqsınızsa, haqqın verəsiniz onu. Oldu mu? Bizim Bakıdan gələn, bizim gözəl istedadlı tələbələrimiz İlqar, gəlin bura görün. Gel bura. Gel güzel. Deməli, bu yaxında Azərbaycan ulusu yarışmasında bəlkə də kimlərəsə rast gəldi. Birinci yer tutdu bu bizim qarbalamız. Azərbaycan ulusu yarışmasının birincisi oldu, qalib oldu. Yusuf balamız səsi dəyişməsinə baxmayaraq kimlərə qulaq asır, kimlərdən bəhrələnir. Əvvəlcə atasına həvəsin olub, onun oxumağına, istedadda ondan gəlir. Amma baxıram ki, rəhmətli Arxan Abdullayeva kimlərə, xanəndələrə qulaq asır. İndi də özü gözəl bir, tanınmış bir xanəndə olmaq istəyir. Bu yolda sənə uğurlar arzulayır. Bizim qızımız da dediyim kimi bu müsabiqəsinin qaliblərindən olub. Yəni, savadları, müəllimləri, bu Gülyaz xanımın tələbəsidir bizim İlqarımız. Hər ikinci sənət gimnaziyasında sənin müəllimin kimi Artəm müəllimə Ərhəmova və sənin də Əməkdar artistimiz Təyyar Bayramov. 2002-ci ildə Zəmin Xalə Muğam Ansamblına bəlli rəhbəri kimi və xanəndə kimi fəaliyyətində o qədər belə gözəl uşaqlar görmüşəm. O deməkdir ki, etirlərin bütün günü zərf verir insanların gözündə qalıb şan şöhrət üçün yox, iş üçün, əmək üçün, əmək sərf edib, nələrsə ortalığa çıxartmaq üçün zəhmət çəkən insanlardan olmuşam və ona görə də fəxr edirəm. Bugün mən tanınsam da, tanınmasam da, özüm həyatda olmayanda belə gözəl uşaqlar istedadlar yanında. İstəyirsiniz bir yer və ifadə verin ya. Bir yerdə uşaqlardan istəyirsən, sən də tək bir şey ifadə edin ya, bir yerdən yaşanırsan, sən tək oxumursan, səsi dəyişdiyinə bu, gəl onda bir yerdə bir ifadə edin, ondan sonra aşağı Azərbaycan müstəqiləsində doğudan. Canınızı bağlayın. Gel
Allah sağ eləsin. Bizim qızımız və Xəyal balamız, siz bu günləri bizim uşaqlarla bir yerdə iştirak dərsində iştirak elədiniz. İnşallah ümidvaram ki, siz də bax bizim bu gözəl balalarımız kimi gözəl yerlərdə səsiniz Azərbaycanın böyük səhnələrindən gələcək. Aşıq Qərbədə. Mən təşəkkür edirəm bir dəfə bir daha sizə. Məktəbimizə qəbul edildiniz. Sizin bilirəm ki, hər vaxtınız dəyərlidir, vaxtlarınız. Mən bugün çox şad oldum burada iştirak eləməkdən ki, həm qadın ifaçısı gözəl qızımızı kəşf elədim, həm gözəl qızımız adı nə idi? Rahilə qızımızı kəşf elədim. Sizlə inşallah işimiz davamlı olacaq, istər rəhbətdə. Gözəl müsahibə hazırlayarıq, müsahibələriniz dərc olar, bütün uğurlarını bütün ölkə olaraq istəyərlər, sən uğurlarından xəbər olaraq və növbəti dərs üçün Xəyal balamızdan da, bəli. Və indi isə Aşıq yaradıcılığımızda Aşıq Doğru Gədəbərini dəvət edirik və aşıqlarımız. Hər birinizi salamlayıram. Sualə xanım, çox sağ olun, belə təşəbbüsə görə, gənclərimizə dəstək olduğunuza görə, bugünkü gündə bu şəraiti bizə yaradan gerçəkdən təşəkkür bildirirəm. Bu ustad dərsində, yəni şagirdlərimlə Cəllə havasını ifa edəcəyik. Könlüne divane gezirsen Deli könlüne divane gezirsen Bir defa dilberden Sene yar olmaz Sene yar olmaz Yəni sözü uzaq, sən sözü kəsib gitməkdən. Çoxlar hüsnünə min dastan yazan Çoxlar hüsnünə min dastan yazan Səklimə tənim, qan gəzər
ya da böyle ceyranı Soruştum hardan O bizi beğensen. Kaçak bir yerlerden alıp sahalı Kaçak bir yerlerden alıp sahalı Dilinle de yiyeceğim bir kaşık bana Bir kaşık bana Yazan ersin kaynayır kanım Yazan ersin kaynayır kanım Yılsız kime gelir Ahmam 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 Alzam 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 Şehrim dastana ya 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 Şehrim dastana ya 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 Ses değişen var. Biz baş saati dərs keçəcək uşaqlara, yəni növbəti ifamız baş saati. Tamam, saat. Gədəbəydə yəni olubdur, Gədəbəydə olub baş saati biləməsək, yəni Sevdiğiniz evlere, Dağlarında
Teşekkür ederim. Çok sağ olun. Vazifasını çok sevirik, çok da maraklıydı, çok da gözəl teşekkür edirik. Gözləyirik ki, inşallah İlayın yekun vaxtlarında sizə qədər məlumat elan paylaşılacaq tədbirimizdə də. Və Elmira müəllimə buradadır, gözəl rəqqasət balalarımız var. Elmira xanım da dəvət edək. Sadəcə qonaq kimi gəliblər, çıxış edəcəklər. Görək. Tədbir iştirakçılarını hər birini salamlayıram. Müsalə xanıma çox sağ ol deyirəm və xoş gəldin deyirəm. Gələcək bu fidan körpələr üçün
böyük uğurdur, bir uğur körpüsüdür deyərdim. Əlbəttə, hər dəfə biz yeni görüşlərimizdə çox istedadlı balalarla tanış oluruq, onları yenidən tanıyırıq. Əlbəttə ki, layihənin adı kimi, yəni kəşf edirik, onları yenidən öyrənirik və onlara uğurlar arzu edirəm. Mən uşaqları çox sevirəm, çünki uşaqlar bizim gələcəyimizdir. Uşaqlar əlbəttə ki, cəmiyyətimizin, devlətimizin o nə qədər uğurlu, savadlı gənclərimiz, uşaqlarımız, istedadlı balalar olsa, cəmiyyətimizə bir o qədər yararlı və xeyirli olarlar. Çox sağ olun, sizin rəhbərliyə təşəkkür edirəm və Azər müəllimə təşəkkür edirəm, İlham müəllimə təşəkkür edirəm və sizin öz qızıl vaxtını birgə ayırıb sizinlə gələn bütün hər bir müəllimə öz təşəkkürümü bildirirəm və nə xoş bizə onlardan yararlarını öyrənmək. Çox sağ olun, Allah razı olsun, hər birinizə təşəkkür edirəm. Şuşanın dağları başı dumanlı, kırmızı koftalı, yaşıl dumanlı. Derdinden ölmeye çoktur yumanlı, derdinden ölmeye çoktur yumanlı. Ay kız bu ne aşk kız, bu ne tel, ölere derdine onu bil. Danışmasan da yolum var gül. Ay kız bu ne aşk kız, Şuşada akşamlar yanar ulduzlar, onlardan güzeldir gelinler kızlar. Yol üstte dayanıp yarını gözler, yol üstte dayanıp yarını gözler. Ay kız bu ne aşk kız, bu ne tel, ölere derdine.
Şuşanın dağları başı dumanlı, kırmızı koftalı, yaşıl dumanlı. Derdinden ölmeye çoktur yumanlı, derdinden ölmeye çoktur yumanlı. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdinden onu bil. Danışmasan da bana bari gül. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdinden onu bil. Danışmasan da bana bari gül. Şuşada akşamlar yanar ulduzlar, onlardan güzeldir gelinler kızlar. Yol üstte dayanıp yarını gözler, yol üstte dayanıp yarını gözler. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdinden onu bil. Danışmasan da bana bari gül.
yeri çağırdı. İstedim ki senle beraber 200 eləyəsiniz. Sıxma özü. Hemen yürü sen de eləyə bilərsən onu götür hemen yeri göre. Bak yaraban çok yaraban. Sana gel geri. Böyle güzel göster ona güzel kızım. Ana yurdum. De görün. Dediğini tecrübe et. Ana yurdum. Ana yurdum. Aha. Yar. Sonra burada bizim bu güzel görürsünüz, güzel balamız tar çalır. Bu da valideynleriyle gelip deyse. Şimdi müəllimə valideyn. O bir çalır. Ona da bir kulak asar. Uşaqlar getməsinlər, durun buradan yenə ifa edərsiniz biraz sonra. Bir de burada bir xanım bir mənim geçen səsim var. Okuyabilir. Burada işçilərdən də müəmmətsə. İstəməm xətrinə dəymək istəyirəm ki. Yox. Eşitdim ama orada senin səsim var. Yaxşı. Sağ gör ne istiyorsan. Uşaqlar bir babamı çağırır bu babamı. Uşaqlar müsaade qalır. Uşaqlar bir şey. Maşallah.
Hüseyin, elə qoydu Hüseyin'i yanımda saxlayın, mən də qaparıq deyil. Cəfərov Hüseyin. Yolu açıq olsun, bizim saz müəllimimizə, sazla bir-birinə qohumdur. İfası nəfər olur. Gözlər. Çox gözəl. Hüseyin balamıza uğurlar çok güzel. Ve onun batısına da bir dönem imkan yaratabilirdik ve maması Müsaade Hanım karşılığı kulak asan piyano. Güzel,
gözəl. Səsləri dəyişdiyinə görə bu oğlan uşaqlarının bir dənə əsas məsələdə yavaş-yavaş burada da başlayır o dönəm. Ona görə biraz qorxuzular özlərini, amma qorxmayınlar, sən sesini hələ gedəcək. Maşallah olsun. Hə, indi kimsə qaldı mı? Bizim aşıq şu an yarın Sağ olun, Ayhan xanım. Təşəkkür edirəm. Uşaqlara belə gəlmişik, sazla yekunlaşdıracaq bu sözsüz. Amma mən müraciət eləmək istəyirəm bizim qonaqlarımıza və dünən biz bir gün öncə gəlmişik təbii ki, hatta uşaqlarımızla gəzintiyə çıxdıq, istədik sakinlərimizlə yaxından tanış olaq. Çox dəyərli bir insanla tanış olduq, Vaqif müəllim. İcazənizlə siz də dəvət edirsiniz. Hörmətli tamaşaçılar, hoş gəldiniz. Bu həmbəki Azərbaycanda musiqi səhvi olsun. Musiqi olan yerdə əsər olmur. Mən sizə minnətlarım ki, mənim minnətlarım bildirir. Aşkı mənim olsun, armon mənim olsun. Mən sizə doğru təşəkkür edirəm. Doğru sağ olun. Yaxşı tələbə gəlirsiniz. Siz yaxşı danışdırır. Mən faktörlərində birinci gördüm ki, bunların səsi gəlir. Qarabağ mahnını oxuyurlar. Mən kədər boğulur, çox boğulur. Yaxınlaşdım kollektivin yanına və sözümü dedim ki, bəli, dururlar, bütün millət buraya dedim ki, belə, əziyyət çəkib 500 kilometr yol gəlsiniz. Mən arzu edirəm ki, mənim sana da can sağlar dönürəm. Belə tələbənin milyonunu yetirir. Bu bizim də bir görəlim ona zorluyor. Sağ olun, minnət sağ olun. Mən müraciət eləmək istəyirəm, əgər sizin valideynlərinizdə, qonaqlarınızda başqa çıxış eləmək istəyən, öz fikirlərini bildirmək istəyən varsa təbii ki, və digər ola bilər burada istedadlı uşaqlar var. Mənə yazırdılar telefonla, onlar gəlin şeir deyil, mən demişdim onlar, amma bilmirəm burada. Əgər mənim uşaqlar da buradadırsa, şeir demək istəyən varsa və digər istedadı, onlar da yaxınlaşa bilərlər. Təbii ki, Maysə xanım, xoş gəlmişsiniz. Buyurun. Salamlayıram. Bugün xoş bir səbəbə, xoş bir günə yığışmışıq. Mən demək olar təsadüfən bu xoş bir səbəbdə buradayam. Mənim üçün ikiqat sevinçli bir gündür ki, mənim doğma rayonunda, mən Şınıqdanam, bayaq dediyim kimi. Ona görə Salih xanım mənim üçün çox əziz, çox doğma. Bugün bura yığışmaqda, yəni Salih xanım başda səbəbkar Salih xanımdır. Yəni bu Dədə Ələsgərin adına olan müqəddəs bir ocaqda yığışmağımız çox xoşdur bizə. Başda mərkəzin direktoru Azər müəllimə təşəkkürümüzü bildiririk, Salih xanıma təşəkkürümüzü bildirirəm. Eyni zamanda bu istedadlı uşaqların yəni ki, dəstək olan valideynlər üçün təşəkkürümüzü bildiririk ki, bugün onlar öz evlatlarına, savadlı evlatlarına, istedadı olan evlatlarına dəstək olaraq bugün buradayıq. Hər birinə uğurlar arzulayıram, uğurlarınız bol olsun, davamlı olsun. İnşallah səsləri böyük səhnələrdən gəlsin. Ustad dərsi üçün gəlsək də adından məlum istedadları tanıyır və tanıdan ictimai birlik olaraq yeni istedadları da tanıdıq. Çünki burada rəqs bacarığını bizə göstərmək istəyən balalarımız oldu, tarix üzrə istedadını göstərən balamız oldu. İnşallah hər biri ilə də davamlı əlaqə olacaq. Və sonunda təbii ki, Aşıq Toğrul Gədəbəyli və gözəl kollektivinə də bir gözəl saz ifası olacaq.
Qarabağ, ay qazan yar. Azad Qarabağ'da, Azərbaycan bu günləri o bir dəmir yumruğun altında birləşib, şükür Allah'a ki torpaqlarımız öz əlimizdə, başımız uçaq, hamının canı sağ, ömrü uzun olsun. Gözəl Qarabağ, gözəl Azərbaycanın bugünkü gələcək. Var olsun, Qarabağ şikəstəsi okuyub balalarımız. Var olasınız. Bir daha Allah şükürler eləsin ki, bugün bizi güzel bir insanlarla, güzel bir ülkemizde görüştürdü. Bir daha ben de teşekkür ederim. Dövlətimiz var olsun, Cənab Prezidentimiz var olsun. Layihəmizi dəstəkleyen her zaman qeyri hökumət təşkilatlarına, dövlət dəstəkliyinə xüsusi təşəkkür edirəm. Burada bugün biz məşqsiz, hazırlıqsız oldu. Müəyyən texniki problemlər hər zaman var. Əsas odur ki, çok güzel düşünürəm ki, faktorlarla ayrılacaq, yeni istedadlar tanıdıq və bəziləri yeni əməkdaşlıqlarımız olacaq. Xüsusilə bu məkanın direktoru, Azərbaycanın Gədə və Məkanın direktoru Azər müəllimə təşəkkür edirəm və bütün müəllim kollektivinə, bütün valideynlərlə təşəkkür edirəm. Doğru müəllim. Sizə təşəkkür edirəm. İstedadlı balalarımızla çox gözəl ifalar oldu. İstedadlar Xanə Vətəndaş İctimai Birliyinin kollektivinə təşəkkür edirəm. Valideynlərimə təşəkkür edirəm. Bakıdan bura məni yəni tək qoymadı. Hər biri mənimlə oldu. 2 günlük gəzintimizdə xoş xatirələrlə Bakıya dönəcək. Və mən hər birinizi dəvət edirəm bu səhnədə bir xatirə şəkli çəkdirək. Qızımıza bir alış